növbəti korobkamız. Korobkada vızıltı var idi. Korobkanı çıxartmışıq. Yəni stolsa söküm göstərəcəm. Və budur, korobkanı təmiz söktük. İçinə başına. Korobkanı biz gemikasını təmizləmişik. Bizdən qabaq nasıl söküb bu friksiyonu, deşli friksiyonu dəyişiblər. Dərs tapamışsa qayıdıb yıxıblar bizə. 2-3 dəfə söküblər. Amma arxa tərəfini açmayıblar. Nəzərindən qaçıbdır ki, problem nə ola bilər. Zadniya friksiyonları yanıqdır, küldür. Yoxdur. Gedibdir. İndi o təzə originalı almışıq. Belə olmalıdır. Göstərsənizə. Təzə. Bir də zadniya deşli friksiyon sanniklərini dəyişmişik. Onu dəyişəcəyik. Hamısı təzə alınıbdır. Qranatlı sanniki, zadniya paketin sannikləri. Bir də filtr original. Şimdi yığım göstərəcəm. Beyin də təmizləyəcəm hamısını aparatını. Səliqəli. Yüksək keyfiyyət. Önəmlidir. Budur. Korobkanın bütün detalları bir yoldu. Hamısı səliqəli. Gidroboku da yuduq. Ana laylası. İçi başı yoldu. İndi yığacam. Yığım testravaya göstərəcəm. Və sexə belə bir maya qoymuşum. Necədir canslar? Taavüt normal istəfidədir. Və budur, korobkanı yığdıq, yeşillaşdırıq. Çəkməni unutdum, yeşillaşdırıq. Canavarlar üstünə qoyurlar. Korobkanı ideal təmizləmişik. Tamam, yığıldı. Qoyulur üstünə. Üstünü testra verim, göstərəcəm. Dostlar, maşın hazırdır. İndi sizə yoxlayaq. Zadni, neytral, D. 1 qram vurma yoxdur. 2, 3, 4, 5, 6. Qanunu Allah çox xeyir versin, xeyir işlərə sürsünlər. İdeal. Və Pinko San Diego. Allah çox xeyir versin. Korobka barədə kimə nə lazımdır, qulluğunuzdayım, xidmətinizdəyim. Öpürəm, Allah sizi qorusun.